yadınıza saxlayın. Birinci baxırsınız bu funksiya D ilə başlayır, ya F ilə başlayır, nə bilim istənilən bir hərflə başlaya bilər. Adətən D, F görəcəksiniz. D ilə başlayırsa, deməli siz burada 2 dənə funksiyamız verilib. Biri def fx, y funksiyası, digəri isə def dxy funksiyası. Siz indi normal şəkildə düşünəcəksiniz ki, birinci hansını həll eləmək lazımdır? Birinci fikirləşəcəksiniz, yuxarıdan aşağı doğru başlayaq, birinci bunu həll eləyək, ikinci bunu, sonra da yox, belə olmaz. Bu yanlış variantdır. Birinci baxırsınız, sizdən soruşulan nədirsə, yəni D-ni soruşursa, gəlirsiniz birinci, yəni D-ni hesablayırsınız. Bax, birinci yerinə yetirəcəyimiz funksiya D, xy funksiyası olacaq. D-nin yanında görürsünüz, qiymətləri birinci yerdə duran x-dir, ikinci yerdə duran y-dir. Bu o deməkdir ki, bura gəlirsiniz, bu hissəyə gəlirsiniz. C bərabərdir D, x-in yerində yəni 2 durur, ona görə yazırıq bura D. X-in yerində 2, y-in yerində də baxın, bu y-in qiyməti isə burada sadəcə bir funksiya verib, yəni funksiyanın içərisində funksiya da verilə bilər, heç bir problem yoxdur. Bu da f2,1 funksiyasıdır. Bax, bunu da bura yazıram ki, f2,1 funksiyası, yəni funksiyanın içərisində funksiya verilib. Yəni, qısacası, burada D-nin qiyməti, deməli, D-nin qiymətləri x-in 2, y-in də f2,1 qiymətləridir. Düşürük aşağı bu ardıcıllıqla bu funksiyanı yerinə yetirməyə. Bizə nə deyir? X-i 2 vahid artır, yəni x bərabərdir x plus 2. Yəni x-in yerində duran qiyməti, yenə də təkrar eləyirəm, 2-dir. 2-nin üzərinə 2 gələcəm, olacaq 4. Yazdım x-a qiymət olaraq 4. Y-in yerində f2,1 funksiyası durur. Ona görə y bərabərdir. Y-in üzərinə, yəni y-in yerinə yenə normal olaraq f2,1-i yazırım. Üzərinə gələcəm və yeni bir funksiya verib bizə burada f, yəni olduğu kimi yazıram və xy verib. Baxın, hər dəfə x-a, y-ə qiymət aldıqca yeni qiymətləri götürürsünüz. Təbii ki, bu funksiyanın içərisindən söhbət gedir, başqa funksiyada yox. Məsələn, bu funksiyanı hesablayanda yeni qiymətləri nəzərə alırsınız burada. Hansı ki, x-imizin yeni qiymətini neçə tapdıq? 4 tapdıq. Ona görə bura x-in yerinə artıq 2 yox, 4 yazacağıq. Yazdım 4. Növbəti y-in yerinə isə, y-in hələ ki yerinə yeni bir qiymət almamışıq. Y-in əvvəlki qiyməti yenə, belə deyək, öz yerində qalır. Ona görə y-in əvvəlki qiymətinin yerinə yazacağım f2,1 funksiyasının özünü ilə. İndi, burada hesablalamaq üçün deyəcəksəm, y-i necə tapaq? f2,1 hardan gələcək? Sonra f4 və plus f2,1 funksiyası, yəni bunu necə hesablayacaq? Qələmin rəngini dəyişirəm, yaxşı görə biləsiniz deyə detalları. Gələcək buradan, baxın, f, necə ki az öncə d-ni hesablamaq üçün dxy funksiyasına gəlmədik. İndi də bu f-i hesablamaq üçün gəlirik bu funksiyanın üzərinə. Bura. Artıq ikinci etapda bura gəlirik. Yəni f2,1-i hesablamaq üçün yazıram bura f2,1. X-in yerində yenə 2 durur, y-in yerində də 1. X-in üzərinə yenə düşəcəm bu hissəni hesablamağa başlayacağım. X-in qiyməti, x-in üzərinə 2 gələndə, yəni 2 plus 2 eləyəcək yenə 4. Y-in qiyməti 1-dir, üzərinə 3 gələcəm, olacaq yenə 1-in üzərinə 3, 4. Və baxın, görün, bizdə x-y cəmlə deyir. Ona görə nə eləyəcəyik? 4 ilə 4-ü cəmləyib, baxın, 4 ilə 4-ü cəmləyib eləyəcəyik 8 və bu funksiyaya qaytaracağıq. Yəni, artıq f2,1 funksiyasının qiyməti oldu 8. Və mən hər dəfə f2,1-in yerində nə yazacağım? 8 yazacağım. Düşürəm aşağı. Bax, burada f2,1 görürük və burada diqqətli olun. Bax, burada f2,1 görürük. Bunun yerinə yazırıq 8 plus, ortada plus var çünki. Yeni bir funksiyamızda f olduğu kimi yazılır. 4-ü də olduğu kimi yazıram və yenə f2,1 görürsünüz. Yenə burada da 8 yazacağım artıq yerinə. Gördünüz? Yeni bir funksiya alındı artıq. f4,8. Mən məcburam gedim buradan f4,8-i hesablamağa. Burada da qələmin rəngini dəyişirəm sizin üçün. Gəlirəm bura f4,8-i hesablamağa. Səliqəli yazsanız başa düşəcəksiniz söhbət nədən gedir. Yenə artıq bu dəfə x-in qiyməti 4, y-in qiyməti 8-dir. Yəni x bərabərdir x plus 2-dən, yəni 4-ün üzərinə 2 gələcək, eləyəcək 6. Y-imiz 8-dir, 8-in üzərinə 3 gələcək, eləyəcək 11. Yenə az öncəki kimi x, y-i cəmləyəcək bu funksiyaya qaytarmaqdan ötürü. 11 ilə 6 da cəmləyəndə bizə nə verəcək? 17. Və biz aldıq ki, f4,8 funksiyasının qiyməti neçədir? 17. Artıq yenə düşəcək aşağı, olduğu kimi qiymətləri yazsaq 8 plus f4,8-i neçə aldıq burada? 17. Bax, bu 17-ni yazacağıq burada.
8 plus 17 də bizə verəcək 25. Biz tapdıq ki, baxın cavab bu deyil ha. Y-in qiymətini tapdıq biz 25. Bu oldu y-imin qiyməti. Artıq x-imin qiyməti neçə idi? 4 tapmışdım bu funksiyada. 4 idi. Y-im də oldu 25. Və sonda yenə bax return'a baxırıq. X, y deyir cəmlə. Yenə x-imiz 4-dür. 4-ün üzərinə gələcək 25-i. Bu da eləyəcək 29 və biz bunu qaytaracağıq dev xy funksiyasına. Yəni biz nəhayət bu bizdən zaten seyinə, yəni dxy soruşurdu. Bu da aldıq ki, cavab neçə oldu? 29. Yəni Y variantı. Diqqətli olun yenə bu hissələrdə birinci baxacağınız detal sizdən nə soruşulur? D funksiyası mı soruşulur, yoxsa F funksiyası mı soruşulur? Birinci ora baxırsınız. Sonra keçirsiniz, müvafiq olaraq hansı soruşulursa oradan başlamağa. Təbii ki, əgər bu funksiyada verilibsə elə belə verilməz. O da lazım olacaq misalın içində, hansı ki gördünüz bizə F2-1 hesablamaq üçün, yəni F funksiyası verilib. Deməli, onu da buradan hesablayıb tapacağıq. Belə, növbəti sualınız. Ümumiyyətlə, bura qədər sualınız varsa, hansı hissəni başa düşmədiksə deyin, onlara bir də baxaq.